Salam, hər vaxtınız xeyir olsun əziz yoldaşlar. Mən qanunverici müəllimi Nihat Həşimli. Bugün sizlərlə dövlət hüququna düşmüş qəbul tipli sualların izahını verəcəm. Qarışıq olacaq təbii ki, tək bir mövzu olmayacaq. Sırf qarışıq, bütün mövzular var. Konstitusiyası, dövlət hüququ, kar güzarlığı, yəni digər və s. Bütün mövzulara qarışıq olan qəbula düşmüş tiplərdən sizə belə deyək, tanış edəcəm. Diqqətlə qulaq asın təbii ki, hər biriniz üçün faydalı olsun. Yəni, sabahlarım gəlib bunun eynisi də düşə bilər, buna oxşar tiplər də düşə bilər. Sadəcə diqqətlə qulaq asmaq əsasdır ki, yəni sabahların qarşısına çıxanda rahat yaza biləsiniz. Başlayaq. Deyək ki, Milli Məclis müvafiq olaraq neçə deputatın səlahiyyət təsdiq olunduqdan sonra və ilk iclas həmin gündən başlayaraq hansı müddətdə gecə olmayaraq çağırılır. Yadda saxlayın ki, Milli Məclisin 125 deputatının 83 deputatı varsa, Milli Məclis səlahiyyəti sayılır və artıq ilk iclasa başlamaq olar. Və bu iclasda bir həftədən gecə olmayaraq çağırılmalıdır. Demək, 125-dən 83 olmalıdır və bir həftədən gecə olmayaraq iclas çağırılmalıdır. Cavab nə oldu? Cavab təbii ki, A bəndə oldu yoldaşlar. Yadda saxlayın bunu. Yadda saxlayın ki, burada belə bir şey var. Dövlət qulluqçusuna qulluqda, yəni dövlət qulluğu haqqında qanunsan, qulluqda stajına görə xidmət ilinin lisensi ilə başlayaraq əlavə haqq verilir. Yadda saxlayın ki, dövlət qulluqçusuna belə deyək də, biz demişik ki, dövlət qulluğu haqqında qanunda demişik ki, elə bunun öz qanunu var, əlavə haqqlar verilməsi haqqında qanun var ki, biz orada demişik ki, dövlət qulluqçusuna daimi dövlət qulluğundan qəbul edildiyi vaxtdan, yəni 6 ay staj plus 3 ay sınaq, yəni 9 aydan sonra bu şəxs daimi dövlət qulluğuna qəbul edilir. Daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan da bunun vəsələ maaşına hər ay faizlə əlavə haqq ödənilir yoldaşlar. Ona görə cavab nə oldu burada? Daimi dövlət qulluğuna qəbul edilərkən, yəni edildiyi vaxtdan təbii ki, hər ay faiz ödənilir. Nə ödənilir? Təbii ki, bu əlavə haqq. Yadda saxlayın bunu. Cavab nə olur? Cavab B bəndi olur yoldaşlar. Yadda saxlayın. Daha sonra Milli Məclis hansı məsələlərdə ümumi qayda müəyyən etmir? Yadda saxlayın ki, Milli Məclisin ümumi qaydaları deyərkən, baxın yoldaşlar, Milli Məclisin qanunlarından söhbət gedir. Həll etdiyi məsələ isə qərarlardan söhbət gedir. Qanunlarda da 3 dənə 83 qanun olan var, yerdə qalan 83 səs qanunlar var, bir də var 63 səs qanunları. 83-lər hansılardır? Referendumdur, Milli Məclis seçkiləri deputatlarının statusudur, bir də prezident seçkiləridir əsaslar. Yəni, bununla bağlı qanun layihələrdir ki, üçü də 83 səslə qəbul edilir, yadda saxlayın bunu. Yerdə qanunlar isə 63-dür. Demək, hərbi qulluq müdafiədir, bu 63-dür, dövlət qulluq haqqında qanun 63-dür, təhlükəsizlik əsasları ilə bağlı qanun layihəsi 63-dür, bir dənə amnistiya, deyərsin mən, amnistiya da belə konkret bir şeydir, onu da biz qanun kimi götürə bilərik, yəni adamı belə deyək, çaşdırar, razıyam. Amma həll etdiyi məsələlərdə də amnistiya, elə həll etdiyi məsələlərdə hərəkət var hamısını demək olar ki, bir dənə qərarların sizə hərəkət olmayan amnistiyadır, yəni istisna kimi yada saxlayın. Yəni, əfv edən prezidentdir, amnistiya verən Milli Məclisdir. Belə yada saxlayın, bitdi getdi. Əfv edən prezident, amnistiya verən Milli Məclis. Cavab nə olur? Cavab C bəndi olur təbii ki. Prokurorluq qanunumuzun təşəbbüsü qaydasında qərar layihəsini Milli Məclisə verdikdə, özə bunu təzyiq elan edildikdə neçə gün müddətə baxılmalıdır. Biz bilirik ki, Milli Məclisdə qanun və qərar layihələrinin müzakirəsi təqdim edən hüquq olan şəxslər var ki, yəni daha doğrusu subyektlər var. Prezident deyə Ali Məhkəmədə, prokuror da Ali Məclisdir, Milli Məclisdir. Bir də 40 min seçki hüququ olan vətəndaşdır. Bunların içindən o qanun və qərar layihələrini Milli Məclisə təzyiq təqdim edənlər var. Kimdir bunlar? Prezident Ali Məhkəmə, prokuror Ali Məclis və s. Bunlar nə qarır? Milli Məclisə qanun və qərar layihələrini təzyiq təqdim edə bilərlər, təzyiq elan edə bilərlər ki, yəni bax buna. Təzyiq elan olunan qanun layihələrinə neçə gün ərzində baxılacaq? Təbii ki, 20 gün ərzində baxılacaq. Konstitusiyamızın 96-cı maddəsində göstərilir ki, təzyiq elan olunan qanun və qərar layihələrinə 20 gün ərzində baxılır. İş günü deyil ha, 20 gün. İş günü falan yoxdur, iş günü yox. Konstitusiyada iş günü deyilən şey yoxdur. 24 saatdan fikirləşərsiniz, yox, diqqətli olun. 24 saat başqa yerlədir. 20 gün ərzində baxılacaq yoldaşlar. Vəssalam. Yadda saxlayın ki, qanunverici icra məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünü hansı orqan həll edir? Təbii ki, Konstitusiya Məhkəməsi. Cavab nə oldu? Konstitusiya Məhkəməsi C bəndi. Bu, Konstitusiyamızın 130-cu maddəsində qeyd olunub ki, bu səlahiyyət bölgüsünə bağlı mübahisəni kim həll edir? Konstitusiya Məhkəməsi həll edir. Dövlət bayrağının təsviri ilə bağlı aid olduğu yerlərin biri yanlışdır. Təsviri harada istifadə olunur, yanlış olan. Beynəlxalq uçuşlara həyat keçirən mülki hava gəmilərində. Razıyam. Azərbaycan yurtlarından kənara uçuşlara həyat keçirən hərbi nəqliyyat hava gəmilərində. Razıyam. Gəmi deyəndə təyyarədir, harbiden gəmiz adınıza gələr.
Sərhəd xidmətinin gəmilərində və qayıqlarında fərqləndirici nişan kimi. Razıyam. Üçü düzdür. Təsvirdən istifadə olunur həqiqətən də. Yerli özlərə orqanlarının qeyri-hökumət təşkilatları, müəssisə və idarə binaları ha belə yaşayış evlərinin üzərində qaldırıla asıla bilər. Yəni bu təsvir deyil. Qaldırıla asıla bilərdi. Yadda saxlayın bunu. Bitdi getdi. Bunları hər biriniz yadda saxlayın. Yəni bu təsvirinə istifadə halı deyil də. Deyilək ki, cümlənin təsvir halına aidiyyəti yoxdur. Sadəcə dövlət bayrağının digər hallara istifadə olunur. Bayraqdan hansı hallara istifadə olunur, ona aid olan bir şeydir. Bu üçü isə təsvirindən istifadədir. Ona görə cavab nə olur? Cavab D bəli, təbii ki. Daha sonra, bələdiyyənin statusunun əsasları nə ilə müəyyən olur? Təbii ki, konstitusiya ilə müəyyən olur. Bələdiyyənin statusu nə ilə müəyyən olur? Qanunla müəyyən olur. Bələdiyyənin seçkilərin qaydası nə ilə müəyyən olur? Qanunla müəyyən olur. Amma statusun əsasları deyirsə, konstitusiya ilə müəyyən olur. Yadda saxlayın. Yadda saxlayın ki, etik davranış qaydaları əməl olunması nəzarəti həyat keçirilməsindən bağlı fikir yanlışdır. Etik davranış qaydaları əməl olunması nəzarəti kimi həyat keçirir? Dövlət orqanı rəhbəri xidməti qayda edir. Etik müvəkkil, bu sahə ilə bağlı maarifləndirilmə, mübahisə məsələlərini həll üçün müvəkkil var ki, o da nəzarət edir. Bir də var, Dövlət İmtahan Mərkəzi, yəni müvafiq icra orqanının yaratdığı qurum, orada elə yazılır etik davranışda. 20-ci maddə, etik davranış haqqında qanunun 20-ci maddəsində. Orada DİM-dir, yəni Dövlət İmtahan Mərkəzi öz nizamnaməsinə uyğun olaraq həyat keçirir. Yəni A da düzdür, B də düzdür, C də düzdür. Bir dənə D struktur bölmə rəhbərləri vəzifə təminat əsasında dəxsiz bir şeydir. Cavab da olur, cavab deyil bəli. Yadda saxlayın ki, şura, ümumiyyətlə dövlət hüquq sahəsində idarəetmə orqanı şuradır. Şura ilə bağlı doğru fikir hansı? Doğru fikir deyil. Şuranın bəli 18 üzvü var, 6-sı prezident, 6-sı Konstitusiya Məhkəməsi sədri, 6-sı Milli Məclis sədriyyətinə vəzifə təyin olunur. Şura dövlət orqanı deyil, C düz deyil, razıyam, dövlət orqanı deyil. Şura üzvləri öz səlahiyyətlərini ictimai əsasdan həyata keçirirlər, razıyam. Şura fəaliyyətin təşkilini prezidentin yaratdığı katiblik həyata keçirir, razıyam. Şuranın iki səlahiyyəti var, qanun tətbiqi nəzarət edir. Bir də normativ metodoloji təminat qaydaları müəyyən edir dövlət hüququ ilə bağlı. Onunla razıyam. Bir dənə burada dəxsiz cavab B-dir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən əsasnamə ilə müəyyən olunur, prezident tərəfindən müəyyən olunur. Cavab nə olur? Cavab B bəndi təbii ki. Səlahiyyətlərini qanunla təsdiq edilən əsasnamə ilə müəyyən olur. Prezident tərəfindən müəyyən edilmir yoldaşlar. Yadda saxlayın bunu. Cavab nə olur? Cavab B bəndi olur. Nazirlər Kabineti səlahiyyətlərinə aid deyil. Nazirlər Kabineti ümumiyyətcə təmin edici orqandır. Məsələn, dövlət büdcəsinin icrasını təmin edir, maliyyə siyasətinin həyata keçirilməsini təmin edir, iqtisadi proqramların, sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, yuxarı icra orqanlarında prezidentin, Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini hazırlayır, verir prezidentə, prezident də verir Milli Məclisin təsdiqinə. Bu isə deyir, dövlət büdcəsinin Milli Məclisin təsdiqinə təqdim edir. Xeyr, prezident verir o Milli Məclisin təsdiqinə, o prezidentə verir. Sual, bunu sizdən gözləyirəm, rəylərlə cavabları gözləyəcəm. Niyə Nazirlər Kabineti dövlət büdcəsi layihəsini özü promoyor Milli Məclisə vermir təsdiqə? Onu prezidentə verir ki, prezident versin Milli Məclisin təsdiqinə. Niyə? Sual. Yorumlarda gözləyəcəm cavablarınızı. Burada cavab nə oldu? Təbii ki, deyil bəndə. Birinci təsdiqata ilkin olaraq hansı ixtisas dərəcəsi verilir? Birinci təsdiqata ixtisas dərəcələri hansılardır? Birinci kimi ali 7 təsdiqat var. Birinci təsdiqata ixtisas dərəcələri. Birinci dərəcə dövlət müşaviri, ikinci dərəcə dövlət müşaviri, üçüncü dərəcə dövlət müşaviri. Ən birinci verilən hansıdır? Təbii ki, üçüncü dərəcə dövlət müşaviri. Ən sonuncu verilən hansıdır? Birinci dərəcə dövlət müşaviri. İlkin olaraq deyəsən hansı olacaq? Ən birinci verilən. Demək 3-dür cavab. Son desəydi nə olacaqdı? C. Birinci dərəcə dövlət müşaviri. İlkin olaraq deyirsə cavab nə olur? A bəndi. Üçüncü dərəcəli dövlət müşaviri yoldaşlar. Yadda saxlayın. Sonra Naxçıvanın Ali Məclisi hansına dair ümumi qaydalar müəyyən etmir. Ətraf mühitin qorunmasına bağlı ümumi qayda var. Ümumiyyətlə, Naxçıvanın həll etdiyi məsələlər var, ümumi qaydalar var. Həll etdiyi məsələ qərarlar, ümumi qaydalar da qanunlardır. Ətraf mühitin qorunmasından bağlı qanun qəbul edilir. Bəli, var. Sosial təminatla bağlı qanun qəbul edilir. Bəli, var. Burada söz səhv düşüb, üzrü sayın, mən burada sizə deyim nətər yazılmalıdır. Naxçıvanın iqtisadiyyatı inkişaf istiqamətləri olmalıdır. Prosta orada yenə deyirəm, düşməyib söz orada. Amma yəni A bəndi düzdür təbii ki, iqtisadi inkişaf istiqamətləridir. Burada əsas səhv olan B bəndidir. Naxçıvanın dövlət büdcəsinin təsdiqi. Yoldaşlar, Naxçıvanın dövlət büdcəsinin təsdiqi Ali Məclis edir, razıyam, tam razıyam. Amma ümumi qayda eləmir axı onu, həll etdiyi məsələ deyilir. Qərardır yəni bu. Layihənin Nazirlər Kabineti hazırlayır, verir Ali Məclisin təsdiqinə. O da onu qərar şəklində təsdiq edir. Ümumi qayda müəyyən bir rol var da. Cavab nə olur? Cavab təbii ki, B bəndi yoldaşlar. Daha sonra, yadda saxlayın ki,
Xidməti icazəmətə göndərilən dövlət qullusu nə ilə təmin olunmur? Onun ki, orqanın vəsaiti hesabına xidmətlər verilir. Texniki, zəruri, digər sosial məişət xidmətləri verilir. İş yeri rabitə vasitələri verilir təbii ki. Mehmanxana verilir, yaşayış yeri verilir. 3 aydan çox müddətə icazəmətə göndərilən ayrıca xidmət sahəsi xeyr. 6 aydan çox olarsa xidmət mənzil sahəsi və ayrıca mənzil verilir. 6 aydan çox olarsa. Bu 3 deyil, ayrılıdır, yadda saxlayın. 3 olmalı deyil. Ona görə cavab nə olur? Cavab A bəndə olur yoldaşlar. Və yadda saxlayın ki, belə bir şey də var ki, həm də müvəqqəti gedirsənsə öz ailəni də apara bilərsən təbii ki. Yadda saxlayın onu da. Daha sonra qanun səhvəsindən düzgün deyil. Ekoloji tarazının saxlanmasına dövlət təminat verir. Razıyam. Hər kəs sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Razıyam. Ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplanması yalnız səlahiyyətli orqanın razılığı əsasında icazə verilir. Xeyr, belə bir şey yoxdur. Ətraf mühit haqqında hər kəs məlumat toplaya bilər, öz əmlakına, sağlamlığına dəymiş zərər əvəzini almaq hüququ var. Yəni mümkün də, yəni orada heç kimin səlahiyyətli orqanın razılığı falan lazım deyil, yəni. Cavab nə olur təbii ki? Cavab C bəndi. Bitdi, getdi. Yadda saxlayın bunu. Və bu günlük sonuncu sualmış, 15 suala baxacağıq. Deyir, Çarcıaqdan bir sual var, təlimatdan təbii ki. Deyir, razılaşdırması nə zaman tələb olunur? Sənədin razılaşdırması nə zaman tələb olunur? Sənədin razılaşdırması o zaman tələb olunur ki, sənədin məqsədə uyğunluğunu və əsaslığını qiymətləndirmək zəruri olduqda tələb olunur. Bu da sənəd müvafiq təşkilatlar arasında razılaşdırılmaqla həyata keçirilir təbii ki. Və sənəd təbii ki, imzalanmazdan əvvəl onlara müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir. Bu viza mövzusunda, orada viza olan hissədə var bu imenli. Və ya burada cavab təbii ki, biz tam getdik artıq. Burada bizdən vizanı heç soruşmur, sadəcə deyir, razılaşdırılması tələb olunur. Nə zaman? Sənədin məqsədə uyğunluğunu və əsaslığını qiymətləndirmək zəruri olduqda təbii ki. Cavab nə olur? Cavab D bəndə olur yoldaşlar. Bitdi, getdi. Bu da belə. Sizə bugün 15 sualın izahını verdim. Demək, inşallah bunun davamı da olacaq. Digər hər dəfə 15 sual, 15 sual, 20 sual. İnşallah gələn dəfə artıq son qəbul sualının izahlarını verəcəm sizə. Yəni, baxın, təbii ki, yararlanın. Sabah qarşısında çıxa bilər, təbii ki, sizin imtihanda. Yəni, qarşı tipli suallardır, bazı tipli suallardır, sizin üçün də faydalıdır. Eyni istə gəlib çıxa bilər, təbii ki. Belə, inşallah gələn görüşlərədək hər birinizə uğurlar arzulayıram. Buyurub dərslərimizə də qoşula bilərsiniz. Həm əyani, həm onlayn qaydada keçirilir dərslərimiz. Buyurub yaxınlaşa bilərsiniz kursumuza və əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar, gələn görüşlərəcək yoldaşlar. Hələlik, özdən müğayət olun.